Dünya şokdadır, özünüz hər halda yaxşı görürsüz. Qarabağ möhtəşəm işlər görür. Qarabağ Çempionlar Liqasında 6 xalla liderlərlə eyni sıradadır. Bunu heç kim gözləmirdi. İnanırdıq, o başqa məsələ. Bayaq dediyim məsələyə qayıdıram. Ümidimiz var, inanırıq, amma reallıq da var da, özümüz də yaxşı bilirik ki, yəni aldatmağın mənası yoxdur özümüzü. Yəni Qarabağ bu dəqiqə heyət cəhətdən digər top klublardan, yəni ona rəqib olan komandalardan geri qalır. Amma Qarabağ stereotipləri qırdı. Benfica üzərində gözəl qələbə, əzmli qələbə. Tofiq Bəhramov da Kopenhagen üstündən keçdiler. Barcelona'nın oyundan əvvəl biz oyuna baxırdıq Kamran. Yəni oyun başlamamışdı Barcelona, biz Qarabağın oyununa baxırdıq. Yəni Qarabağ o qədər professional oynayırdı ki, mən şokdaydım. Yəni o qədər təcrübəli oynayırdı ki, Kopenhagenə qarşı. Yəni möhtəşəm. Buradan Qarabağ azarkeşlərini təbrik edirəm. Qarabağa dəstək olanları təbrik edirəm. Ümidvaram ki, Qarabağ maksimum dərəcədə irəliləyəcək və play-offda ümid edirəm ki, Barcelona'nı gətirəcək bura.